Bəli, Azərbaycanın sülh quruculuğuna verilən yüksək dəyər. Siyasətçilər Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən Zayed İnsan Qardaşlığı mükafatına layiq görülməsini belə şərh edir. Azərbaycan dünya ölkələri üçün etibarlı tərəfdaşdır və Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunda artıq ənənəvi xarakter alan iştirakı Azərbaycan liderinin yürütdüyü uğurlu siyasətə verilən yüksək dəyərin göstəricisidir. Güclü sərkərdələr çoxdur, lakin onlardan yalnız bir neçəsi qazandığı hərbi zəfəri siyasi sülhə çevirməyi bacarır. Prezident İlham Əliyev həmin liderlərdəndir. Dövlət başçısının bu məharətli siyasətinin nəticəsidir ki, Azərbaycan dağıdıcı müharibənin ritorikasını quruculuq və bərpa prosesi ilə əvəz edir. Azərbaycanın mütləq qələbəsi və ondan sonraki sülh quruculuğu prosesi dünya üçün nümunəvi təcrübədir. Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiyini Azərbaycan tək başına həm döyüş meydanında, həm də diplomatik masada həll etdi. Cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən bu siyasət artıq diqqətləri cəlb eləyir və Zayed İnsan Qardaşlığı mükafatının təqdim olunması da düşünürəm ki, Azərbaycanın uğurlarına verilən qiymətdir. Mükafatı alan şəxslərin siyasına və onların nüfuzuna baxanda da görürük ki, bu mükafat sülhə, ədalətə, qardaşlığa və həmrəyliyə töhfə verilmiş şəxslərə verilir. Azərbaycan həm də dünya ölkələri üçün etibarlı tərəfdaşdır. Politoloqların fikrincə, Prezident İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı, xüsusilə son illər Azərbaycan prezidentinə olan maraq, qarşı tərəflərin təşəbbüsləri əsasında baş tutan görüşlər ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir. Davos forumunda ən çox görüşlər keçirən, müzakirələr aparan və müxtəlif əməkdaşlıq təklifləri alan dövlət başçıları sırasında İlham Əliyevin xüsusi yerinin olması da təsadüfi deyil. Davos İqtisadi Forumunda dünyanın biznes elitası, transmilli korporasiyaların nümayəndələri toplaşır və əsas məqsəd iqtisadi fəallığı artırmaq, investisiya imkanlarını araşdırmaq və sərmayə mühitinin əlverişli olduğu bölgələrlə işbirliyi yaratmaqdır. Azərbaycan üçün Davos beynəlxalq tərəfdaşlar cəlb etmək üçün mühüm platformadır. Bu baxımdan Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı həm də ölkəmiz üçün müsbət nəticələrlə yadda qalacaq. Ülkər Əliyeva, ATV Xəbər.